Axşamınız xeyir dostlar. Yenə də təzə bir nağılla qarşınızdayıq. Bu axşam sizə Söyüd ağacındakı usta adlı Macar nağılını danışacağam. Evimizin düz yanında bir söyüd ağacı vardı. Bu ağac evə o qədər yaxın idi ki, otağımın pəncərəsindən baxanda aşağıda onu görürdüm. Hətta əlimi uzadıb budaqlarına toxuna bilirdim. Hər gün söyüd ağacını seyr edir və maraqlı şeylər tapırdım. Bir gün yenə ağacın budaqlarına baxarkən yarpaqlardan birində kiçicik bir tırtıl gördüm. Yarpağın üstündə gah qabağa, gah geriyə yeriyir, arabir başını qaldırıb sağa sola baxırdı. Sanki bu ağacın sahibi mənəm, deyirdi. Bir neçə gün içində bizim tırtıl toxuculuğa maraq saldı. İncə, parlaq bir ip çıxarır və özünü sanki bu iplə bağlayaraq yarpağın üstündə hərəkət edirdi. Hər gün bu tırtılı izləmək qərarına gəldim. Bu iş getdikcə maraqlı görsənirdi. Ertəsi gün tırtıl toxuculuğunu bitirdi, mühəndisliyə başladı. Yarpağın bir ucundan digər ucuna gedir, dayanır, düşünür, təkrar gedib gəlirdi. Sanki ölçü götürən bir mühəndis idi. Görəsən, nəyi hesablayırdı? Bir gün sonra birdən yarpağın ortadan deşildiyini gördüm. Bu necə mühəndisdir? Belə axmaq mühəndis görməmişdim. Heç mühəndis də öz çəkdiyi yolda ağdar, amma tırtıl deşikdən tullandı. Altdakı yarpağın üstünə düşdü. Onu da deşib başqa yarpağa keçdi. Görünür bizim tırtıl mühəndis zad deyildi. Acgöz, yarpaq yeyən, qarınqulu idi. Bir-iki həftə ərzində get-gedə iriləşdi. Mahruzlu çəkmələri, yaşıl, parlaq libası yarandı. Barmaq boyda və gömbul olmasına baxmayaraq çox qorxaq idi. İki yarpağı bir-birinə yapışdırdı. İplərlə yarpaqları bağladı və onların arasına girib gözdən iraq yerdə gözləməyə başladı. Görəsən, nəyi gözləyirdi? Aradan xeyli müddət keçdi. Tırtıl bütün vücudunu örtən bir yorğan hazırladı. Yenə toxuculuq sənətini nümayiş etdirdi. Amma onun işi bununla bitmədi. Bir neçə gün sonra yenə baxanda yarpaqların arasında tırtılı görmədim. Onun əvəzində yarpağa nazik iplə bağlanmış bir pup vardı. Sanki kiçik bir tabut idi. Və bu tırtılın dülgərliyi bacardığını da göstərirdi. Əlimi uzadıb pupu götürdüm. Evdə bir şüşə qabın içinə qoydum. Aradan 3 həftə keçdi. Birdən qeyri-adi bir şey oldu. Qabın içindəki pup yarıldı. Rəngbərəng bir kəpənək bankanın içində uçaraq özünə çıxış yolu axtarmağa başladı. Şüşəqabın qapağını açıb, onunla danışmaq, tırtılın həyatı haqqında bir də onun söhbətini dinləmək istədim. Amma kəpənək mənim danışmağımı gözləmədən pəncərədən uçub getdi. Yolun açıq olsun, balaca kəpənək. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.